İmam Zaman ağa bu gün niyə qeybdədir? Tüm bilir ki, gəlsə, imamı lazımınca dəyərləndirə bilməyəcəklər. Çünki bu 11 imamda görülüb dəyərləndirə bilməməzlik. Allah bunlara nə cür bir nemət vermişdi, bunların o nemətə qarşı rəftarlarına baxın. Əsrlər boyu, tarix boyu Allah Taala bəndələrinə ən böyük nemətləri göndərdi, imamları göndərdi. Amma insanlar o nemətin, o dəyərin qədrini bilmədilər. Allah da bir mərhələdən sonra o neməti gizlətdi ki, insanlar başa düşsün ki, bu nemətin, bu dəyərin qiyməti nə idi. Elə bil ki, bir dənə bir uşaqdır, götürüb əlinə bir dənə bahalı bir dənə brilyantı, atır oyuna, atır bir yana. Onun qiymətindən xəbəri yoxdur axı. Axırda o qiymətin, onun qiymətin bilən, o dəyərin, o nemətin qiymətin bilən, gələr o uşağın əlindən o brilyantı alar ki, bala, bunun qiyməti çox-çox bahalıdır. O qiymətin bilən alar onu saxlayar. Allah Taala biz bəndələrinə xüsusi nemətlər verdi, amma bizim o nemətlərə qarşı rəftarlarımıza baxın. Ümumiyyətlə, dəyər bilməyən bir cəmiyyətə, dəyər bilməyən, nemətin qədrini bilməyən bir xalqa bir dəyərli rəhbər göndərmək, o neməti əldən çıxarmaq kimidir. İnsan nə vaxtsa bunu anlasın deyən Allah Taala o imamı qeybdə saxlayıb. Necə ki, o uşaq o dəyərli brilyantı onun əlindən alanda deyər ki, niyə mənim əlimdən aldın? Deyərsən ki, bunun qiymətini sən anlacınla, başa düşkünən, mən sənə vaxtı gəlsin qaytaracağam. Yəni nə? Mənəvi yüksəlişə çatasan, mənəvi yüksəlişdə olasan, əqlin işləsin, şuurlu bir insan olasan, onda mən sənə qaytararam bunu. İmam Zamanın da qeybdə olmasının bir sirri də budur ki, insanlarda ruhu böyümə baş versin. İnsanlar şuuru bir yetişsin. Ona görədir. İmamın qeybi də cəza deyil, bir rəhmətdir. Çünki Allah Taala heç vaxt dəyərli bir neməti ona dəyər verməyən, onu qoruya bilməyən insanlara təslim eləmir. Çünki belə bir nemət onların əlində hədər olar, təhqir olunar, zülmə məruz qalar. Yəni bunlar baş verər. İmam da ilahi bir dəyərli bir brilyant kimidir. Yəni onun elmi, onun nuraniyyəti, onun məqamı bir adi məqam deyil də. Allah belə bir neməti yenidən insanların əlinə buraxmaz. Yenidən buraxsa Allah Taala bu neməti insanların öhdəsinə, bunun da dəyərini bilməyəcəklər, bunun da qədrini bilməyəcəklər. Tarix boyu biz görürük ki, tarixi araşdıranda görürük ki, 11 imam gəldi, amma ümmət onları ya başa düşmədi, ya tərk elədi, ya da zülmkarların əlinə verdi. Əli əleyhissalam kimi dəyərli bir şəxsiyyət 25 il kənarda qaldı. İmam Həsən tək qoyuldu, İmam Hüseyn tənha qaldı və digər imamlar da ya tək qoyuldu, ya kiməsə satıldı, ya da zəhərləndi. Yəni tarixdə bunu biz görürük ki, tarixdə nələr baş verib, imamlara qarşı nələr eləyiblər. Ona görə də İmam Zamanın bu gün qeybdə olmasının səbəbi budur ki, insanlar biraz anlasın ki, bu nemətə qarşı ondan yaxşı rəftar eləsinlər. Dəyərə qarşı yaxşı rəftar eləsinlər ki, insanlar bunu başa düşsünlər, bunun mahiyyəti ki, imamın dəyəri nədir, qiyməti nədir. Onu başa düşəndən sonra artıq sən o nemətin qədrini bilənlərdən olacaqsan. Allah Taala bizləri də həqiqi o nemətin qədrini bilənlərdən eləsin inşallah.